İndi də onun digər kitabı olan Məcmuətül Fətəva kitabına keçək. Məcmuətül Fətəva, İslam düşməni İbn Teymiyyə, 4-cü cild, səhifə 255. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol rəvayətinə gəlincə, bu əsas hədislərdən deyil, Tirmizidən başqa. Onda da yalnız mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır sözləri var. Əlavəyə gəlincə, o hədisdə yoxdur. Onun barəsində Əhməddən soruşmuşlar. O da demişdir. Bu əlavə Kufədən çıxıb. Şübhə yoxdur ki, o yalandır. Burada o, Əhmədin adından yalan danışır və deyir ki, həmin əlavə Kufədən çıxıb. Bu da İbn Teymiyyə tərəfindən yalandır. Əhməd əlavənin Kufədən çıxdığını harda deyib? Tamamlayaq. Həmçinin, ilahi onunla dost olana dost, düşmən olana düşmən ol sözləri İslamın kökünə müxalifdir. Deməli, bu əlavə İslamın kökünə müxalifdir. Allahu Ekber. Deməli, Allah Rəsulu tərəfindən deyilən, ilahi onunla dost olana dost, düşmən olana düşmən ol əlavəsi İbn Teymiyyənin nəzərinə əsasən İslamın kökünə müxalifdir. Deməli, əgər mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır hədisinin bu əlavə ilə birgə səhih olması sübut olunsa, bu zaman, haşa, Allah Rəsulu bu sözləri ilə İslamın kökünə xilaf çıxmış olur. Bu müsibətdir. Tamamlayaq. Onun mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır sözlərinə gəlincə, Buxari və digərləri kimi hədis əhli onda şübhə etmişlər. Bu, Buxari adından yalandır, çünki o hədisə şübhə etməmişdir. Onlardan bəziləri isə onu həsən hesab etmişlər. Əgər o bunu demiş olsa belə. Gördünüz nə deyir? Deyir ki, əgər o bunu demiş olsa belə, yəni Allah Rəsulu, yəni İbn Teymiyyə heç inanmır ki, bu hədisə Allah Rəsulu buyurmuşdur. Deyir ki, əgər o bunu demiş olsa, bu da o deməkdir ki, İbn Teymiyyə səhih və mütəvatir olan, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır hədisinin səhih olduğuna etiqad etmir. Bunu deyən mən deyiləm. Müşahidə edək görək bunu kim deyir? Əl-Vadiinin Əl-Muqtərəh kitabı. Səhifə 162. İkinci hədis. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, səhih hədisdir. Sonra isə səhifə 163-də deyir. Nəsbur Rayə kitabının sahibi və göründüyü kimi İslam şeyxi İbn Teymiyyə hər ikisi hədisə zəif hökmü vermişlər. Onu zəif hesab etməyin yeri yoxdur, çünki o, çoxlu yollarla, çoxlu sayda nəql edilmişdir. Beləliklə, ona zəif hökmü vermək mümkün deyil. Deməli, nasibi, İslama cahil olan İbn Teymiyyə yer üzündə ən səhih olan hədisə zəif hökmü vermişdir. Hətta hədisin əlavəsi barəsində onun İslamın kökünə xilaf olduğunu deyir. İndi də gəlin mənimlə tez və vaxtınızı çox almamaqla böyük alimlərin mənbələrdə bu səhih və mütəvatir hədisi səhih etmələrinə baxaq. Onlardan biri Albanidir, hansı ki İbn Teymiyyənin cahil olduğunu bəyan edir. Mənimlə birgə müşahidə edin. Albaninin Silsilətu Əhadis Səhihə kitabı, 4-cü cild, səhifə 330. Mən kimin mövlasıyamsa hədisinin nəql edilmə yolları, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost, düşmən olana düşmən ol. İlk olaraq müşahidə edirik ki, Albani bu hədisi səhih hesab etmişdir. Həmçinin, ilahi, ona dost olana dost ol, düşmən olana düşmən ol əlavəsini də səhih hesab etmişdir. İndi İbn Teymiyyədən və İbn Teymiyyənin davamçılarından soruşuruq. Məyər Allah Rəsulu elə indi İslamın əslinə xilaf çıxdı? Çünki sübut olundu ki, o, ilahi, ona dost olana dost, düşmən olana düşmən ol demişdir. Tamamlayaq. Bu hədis Zeyd bin Ərqəmdən, Səd bin Əbu Vaqqasdan, Bureydədən, Əli bin Əbu Talibdən, Əbu Əyyub Ənsaridən, Bəra bin Azimdən, Abdullah bin Abbasdan, Ənəsdən, Əbu Səid və Əbu Hüreyrədən varid olmuşdur. Zeydin bu hədisi nəql etməkdə 5 yolu vardır. Burada Albani bu hədisin nəql yollarını bəyan edir. Bu hədisin 24 nəql etmə yolu var. O bunlardan 13-ünü səhih hesab etmişdir. Vaxtınızı çoxalmamaq üçün onları qeyd etməyə ehtiyac yoxdur. Albani sözlərinin xitamında Nasibi İbn Teymiyyəyə deyir. Səhifə 344. Deyir. Əgər bunu bildinsə, onu da bil ki, məni bu barədə danışmağa və onun səhih olduğunu bəyan etməyə sövq edən İslamın şeyxi İbn Teymiyyənin bu hədisin bir hissəsini zəif hesab etməsini görməyim oldu. Amma digər hissəsini, ilahi, ona dost olana dost, düşmən olana düşmən ol, yalan hesab edir. Bu da mənim fikrimcə onun hədislərin yollarını toplamazdan və bu yollara diqqət yetirməzdən əvvəl onları zəiflətməyə həddən artıq tələsməsindən irəli gəlir. Həqiqətdə bunun səbəbi hədisləri zəiflətməyə tələsməsi deyil. Xeyr, əksinə, onun Əmir əl-Mömininə aleyhissalam kini və nifrətidir. Ey Abdullah Şərif, budur sənin İslam şeyxin? Sonra isə təfsir elmidir ki, əvvəlkilərin yazdıqları bütün yazıları sanki qurtum içmişdir. Unutma ki, onun əldə etdiyi elmlər ərəb dili, riyaziyyat və tarix elmidir. Təsəvvür et ki, səndə iti yaddaş var və bu qədər məlumatı yadda saxlamaq və onları nizamlamaq üçün sənə ardıcıl olaraq 10 il vaxt lazımdır. Ay ağıl sahibi, sən İbn Teymiyyəni supermen hesab edirsən. Unutmusan ki, sən indi texnologiya və internet əsrində yaşayırsan. İndi hər bir kəs İbn Teymiyyənin cahil, kinli, nasibi olduğunu öyrənə bilər. Gəlin indi onun İslamın kökünə müxalifdir sözlərinə baxaq. İbn Kəsirin Əl-Bidayətu və Nihayə kitabı, 5-ci cild, səhifə 174.
Zeyd bin Ərqəm dedi: Allah Rəsulu vida həccindən qayıdarkən və Qədirxumda dayanarkən böyük ağacların altına çəkilməyi əmr etdi və onların altı təmizlənildi. Sonra o dedi: Sanki mən çağırıldım və çağırışa cavab verdim. Həqiqətən də mən sizə iki ağır əmanət qoyuram. Allahın kitabını və itrətim əhl-i beytimi. Odur ki, bu ikisi ilə necə davranacağınıza diqqət yetirin. Bu ikisi hovuzun yanında mənə qovuşana qədər bir-birindən ayrılmayacaq. Sonra dedi: Allah mənim mövlamdır. Mən də hər bir möminin vəlisiyəm. Sonra Əlinin əlindən tutub dedi: Mən kimin mövlasıyamsa, bu da onun vəlisidir. İlahi, onunla dost olana dost, düşmən olana düşmən ol. Zeydə dedim: Bunu Allah Rəsulundan eşitmisən? O dedi: Ağacların altında olan hər kəs bunu öz gözü ilə gördü və öz qulağı ilə eşitdi. Şeyximiz Əbu Abdullah Zəhəbi deyir: Bu hədis səhihdir. Digər rəvayətdə isə deyilir: O, Əlinin əlindən tutub dedi: Məyər mən möminlərə özlərindən daha övla deyiləm? Dedilər: Bəli. Dedi: Məyər mən hər bir möminə özündən daha övla deyiləm? Dedilər: Bəli. Dedi: Bu mövlası olduğum kəsin vəlisidir. İlahi, onunla dost olana dost, düşmən olana düşmən ol. Səhihdir. Deməli, həmin əlavə də səhihdir. Onu kim səhih etdi? Qoyun indi Abdullah Şərif bizə bunu kimin söylədiyini desin. Şeyxülislam bu ümmətə alimlər və dahilər yetişdirmişdir. Onlardan ən məşhuru Hafiz İbn Kəsir, İslam şeyxi İbn Teymiyyə alimlər və dahilər yetişdirmişdir. Onlardan biri alim və dahi İbn Kəsirdir. Alim və dahi İbn Kəsir deyir ki, həqiqətən də bu rəvayətin əlavəsi ilə birgə sənədi səhihdir. O zaman İslamın kökünə müxalif olan kimdir? Allah Rəsulu yoxsa İbn Teymiyyə? Ya da Zəhəbi Allah Rəsulunun adından yalan danışır və İslamın kökünə xilaf çıxaraq əlavəni də səhih hesab edir. Bu şübhəyə cavab verə bilərsən? Vaxtımızı çoxalmamaq üçün sənə sonuncu bir mənbə. Suyutinin Tariful Xulafa kitabı, səhifə 171. Əhməd Əbu Tüfeyldən belə nəql edir: Allah Rəsulu dedi: Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost, düşmən olana düşmən ol. Haşiyədə deyir: Hədis səhihdir. Bunu Əhməd nəql etmişdir. Arnaut isə demişdir: Bunun isnadı səhihdir və raviləri mötəbərdilər. Deməli, rəvayət əlavəsi ilə birgə səhihdir. Kim əlavə məlumat almaq istəyirsə, artıq mən bu hədisi bütün əlavələri ilə birgə səhih olduğunu sübut etdim. Cahil İbn Teymiyyəni və davamçılarını 12-ci bölümdə İbn Teymiyyə və davamçıları bölümündə rüsva etmişəm.